İzah edirəm sizə inkar əvəzliklərdir. İnkar əvəzliklər İngiliscə adı negative pronoundur. Negative pronouns. Lütfen bu tərəfindən istifadə edirəm çünki video düşsün. Negativ pronounlar səhifə içində göstərilmişdir. Səhifə 64-də, qrammatikada səhifə 64-də baxacaqsınız. Demək, negativ pronounlar görünür oradan. Negativ pronounlar hansılardır? Birincisini izah edirəm. Baxın. Negativ əvəzli iki hissəyə bölünüb əslində. Biz əvəzlinin birinci hissəsini ilk əvəzlərdə o zət, zis, sosda qutardıq. İlk hissə orada qutardıq. İkinci hissə buradan başlayır. Bunlar əslində ingilis dilində təyini əvəzliklərdir. Təyini əvəzliklər. Yəni bundan sonra başlayaraq bundan sonra gələn əvəzliklər təyini əvəzliklərdir. Təyini əvəzlik nə deməkdir? Əvvəlcə bunu izah edim sizə. Bu əvəzlikləri öyrənərkən biz nəyə baxmalıyıq? Onu çıxım, ondan başlamamışdan qabaq belə bir şey sizə izah edim. Bütün bu bundan sonra öyrənəcəyiniz əvəzliklərdə bir plan qurmalıyıq. Bir plan var. Biz həmin plana əsasən mən sizə sual cavab eləyərəm. Həmin plana əsasən mən sizdən soruşaram ki, dərsi soruşaram sizdən. Belə deyim sizə. Həmin əvəzliyin birinci plan. Öyrənəcəyimiz bundan sonra əvəzliklər öyrənərik. Elədirmi? Bundan sonra öyrənəcəyimiz əvəzliklərdə sual bu olacaq. Bu əvəzlik isimlədir, yoxsa isimsiz? Bunu soruşuram sizdən. Məsələn, nonu keçirik. No isimlə gəlir, yoxsa isimsiz? Məsələn, bəzi əvəzliklər var ki, isimlə gələ bilməz. Bəziləri var ki, isimsiz gələ bilməz. Bəziləri var ki, hər ikisi mümkündür. Həm isimli, həm isimsiz. İkinci soruşuram, bu əvəzlik təkdədir, yoxsa cəmdə? Nəyi soruşuram ikinci halda sizdən? Tək və cəm olmasını soruşuram sizdən. Üçüncüsü, əvəzliyin of ilə işlənməsini soruşuram. Of ilə işlənmə bir qaydası var, of ilə işlənmə qaydası. Əvəzliklərdə. Bəzi əvəzliklər ofla işlənir, bəziləri işlənmir. Aydındır mı? Biz test vurarkən bu üçülə baxırıq. Təkcəmə baxırıq, isimli isimsizə baxırıq, təkcəm olduğuna baxırıq, bir də nəyə baxırıq? Bu əvəzliyin of ilə işlənib işlənməməsinə. Aydındır mı? Yəni nə qədər öyrəndiniz, mən sizdən bunları soruşuram əvəzlik haqqında. İndi izah edirəm sizə birinci əvəzliyimiz hansıdır? No. Qrammatika nağıl deyil. Məzmun yadda saxlamırıq. Qrammatikanı əzbərləyirik. Aydındır mı? Qrammatika nağıl deyir, o nağıldan 2-3 dənə cümlə sayadına qalıb danışacaqsan, xeyr. Qrammatikanı mənə əzbər danışın, dəqiq öyrənin qrammatikanı, alanı bir-birinə vurmayın. No əvəzliyini öyrənirik. Biz baxırıq, no əvəzliyi, no haqqında belə yazırıq. No mütləq isimlə işlənməlidir. Nodan sonra hökmən isim gəlməlidir. Nonu isimsiz yazmaq mümkün deyil. No özündən sonra gələn ismin olmadığını göstərir. Baxın, I have no nə olmasın? I have no computer. Mənim kompüterim yoxdur. Nodan sonra nə gəlirsə həmin əşya yoxdur deməkdir. No nə deməkdir? Yoxdur deməkdir, yox deməkdir. Nə yazıb tərcüməsində yazıb mı? No heç deməkdir. No haqqında bilməli. No nə gəlməlidir? Mütləq isimlə gəlməlidir. Nonu isimsiz yazmaq olmaz. No haqqında sadəcə isim gəlməlidir amma. Nodan sonra gələn ismin tək cəm olması, sayıla bilən, bilməyin olmasının heç fərqi yoxdur. No, bütün növ isimlərlə işlənə bilər. Təklə işlənə bilər, no pen, cəmlə işlənə bilər, pens, sayıla bilməyinlə işlənə bilər, water və s. Amma nəyi bilməliyik? Nodan sonra artiklı yaza bilməzsiniz. Nodan sonra z yaza bilməzsiniz, zis yaza bilməzsiniz. Nə bilim, of. Heç olmaz. Bax, no əvəzliyi ofla işlənmir. Aydındır mı? Sonra, no əvəzliyi en ilə işlənmir. Yəni, belə fikir verin. Nodan sonra ancaq ismin özü gəlir. Başqa hiçbir şey gəlmir onun qabağında. Sifət isim gələ bilər, sadəcə isim gələ bilər. Amma nodan sonra ismin qabağında heç bir göstərici, heç bir təyin edici gələ bilməz. Aydındır mı? Təyin edicilər nələr idi? Söz ölülərdir, nə bilim, sözlərindən daha çox artikellardır təyin edicilər, işarə əvəzlikləri təyin edicilər. Nə bilim, nodan sonra bunlar gəlmirlər. Aydındır mı? Nodan sonra ancaq nə gələ bilər? İsim gələ bilər, o ismin heç fərqi yoxdur. Tək ya da cəm fərqi yoxdur bu ismin. Aydındır mı? Təkdə olsun, cəmdə olsun, sayıla bilən olsun, bilməyin olsun, fərqi yoxdur. No, ofla da işlənə bilməz. Aydındır mı? Təkcə məsələsinə gəldikdə, nodan sonra cəm gəlsə, no cəmdir, tək gəlsə, no təkdir. İsimə baxacağıq biz orada. Aydındır mı? Məsələn, baxın, yazırıq ki, there were no people in the room.
otaqda insan yox idi, adam yox idi. Yəni burada word cəmdir. Niyə cəmdir? Çünki people burada cəmdə işlənmişdir. Aydındırmı? Hə? No haqqında nadaz. No haqqında nə öyrəndik? No necədir? İsimli yoxsa isimsiz? Hökmən isimli. No da təkli cəmdir. Tək cəm fərqi yoxdur. No ofla işlənə bilməyəcək. Aydındırmı? No mütləq amma yadda saxlayın ki isimlə. Və o sözlər ki var. Eğen artiklı, z'dir, nə bilim, eynidir, samdır. Bunlar ofdur. No'dan sonra gəlməzlər. Bura qədər aydın oldu mu? Keç əvəzdiyimiz nandır. Bizə deyək ki, no isimlər işlənmir. İsimsiz işlənmir. No tək gələ bilməz də, nonun yanında hökmən nəsə olmalıydı, elədirmi? Amma nan haqqında, nanın yanında isim yaza bilməzsiniz. Nan ümumiyyətlə tərcüməsi heç biri deməkdir. Məsələn, nan heç biri deməkdir. Nan nəyə olmaz? İsimlə işlənməz. Nan sadəcə of varsa isimlə işlənə bilər. Ofdan sonra cəm isim gələr. Amma xəbər təkdə olacaq. Çünki niyə? Tək xəbər gələr. Nan özü təkdə olan bir əvəzlikdir. Nan necə bir əvəzlikdir? Təkdədir. Nan necə bir xəbərlə işlənməlidir? Tək xəbərlə. Nan ofla işlənə bilərmi? Bəli. Aydındırmı? Ofla işlənsə də isim. Ofdan sonra həmişə, bundan sonra of izah edərəm ha. Ofdan sonra həmişə cəm isim gələr. Bu əvəzliklərdə ofdan sonra həmişə cəm isim gəlir. Xəbərin təkdə və cəmdə olmasını bu müəyyənləşdirir. Başa düşürsünüz necə? Ümid qulaq asırsan? Xəbərin təkdə və cəmdə olmasını nan müəyyənləşdirirdi. Başa düşdünüzmü? Ofdan sonra həmişə cəm isim gəlir. Biz ona baxmırıq. Həmişə cəm gəlməlidir. Və tərcüməyə baxaq. Gələn bir misal yazmışsın üçün. Şifaya yazıram gedir. Məsələn, bir misal yazar. None of my friends. İndi. Dostlarımdan heç biri is an Englishman. Dostlarımdan heç biri İngiliz deyil. Baxın bura is article is yazmışam. İzci bir xəbər idi. Təkdə olan xəbər. Niyə tək xəbər yazmışam? Çünki nə ilə başlayır bizim cümləmiz? Nanla başlamışdır. Nandan sonra of var. Ofdan sonra cəm isim var. Onsuz da bu həmişə cəm görərsiniz. Tək görməzsiniz. Amma xəbəri niyə tək yazdım mən burada? Çünki əvvəl duran söz nə edir? Nan edir. İndi nan haqqında qaydaq. İsim nədir? İsimsizdir. İsimsizdir. Nan təkdir, cəmdir. Təkdir. Nan ofla işlənə bilərmi? Bəli. Xəbər necə olacaq? Təkdə olacaq. Aydındırmı? Biz bu şəkildə baxarıq buna. Keçirik digər əvəzliyimiz neither'dir. Neither yazılır və neither oxunur. Bu əvəzlik də heç biri deməkdir, amma ikisindən heç biri deməkdir. Bilirsiniz necə? Heç biridir, amma söhbət açılan əşyadan gedir. İkidən heç biri deməkdir bu. Neither haqqında gəlin baxaq. Neither yalnız təkdə olan əvəzlikdir və ancaq sayıla bilən təklərlə işlənir. Bunlar dəqiq öyrənir, bu nağıl deyil. Bunları dəqiq öyrənmək lazımdır. Başa düşdünüz? Tək ya da cəm, bunu qarşı sesli vura bilməyəcəksiniz. Neither necə isimlə işlənir? Tək və sayıla bilən isimlə işlənir. Yəni neither'ı cəmlə yazmaq olmaz. Məsələn, neither'dən sonra books gəlməz. Neither'dən sonra water gəlməz. Neither ancaq hansı isimlə işlənə bilər? Sayıla bilən tək isimlə. Neither isimsiz də ola bilər. Məsələn, neither özü təkdədir. Aydındır. Neither təkdir. Ondan sonra isim gəlməlidir. Sayılan tək gəlməlidir. Neither özü isimsiz də gələ bilər. Neither is beautiful. Belə bir cümlə idi. İki dənə əşya söhbət gedir. Heç biri gözəl deyil. Neither is beautiful. Neither özü birbaşa xəbərin yanında da gələ bilər. Neither görəndə ancaq yadınıza gəlməlidir. Tək isim, tək feil, tək isim, tək feil. Aydındırmı? Neither sayıla bilməklə də bax, heç biri deyirik. Heç biri. Biri var da orada. Rəqəm var içində. Elədirmi? Ona görə sayıla bilməklə də verilə bilməz. Aydındırmı? Və cəmlə də verilə bilməz. Neither ancaq sayıla bilən təklərlə. İndi gəlin, neither bir də axırıncı qayda biz nəyə baxırdıq? Of'a baxırdıq. Neither ofla işlənə bilər. Ofdan sonra cəm isim is at school. Demək bu adamın, bu cümlənin nondan fərqi nədir bilirsiniz? None of my friends deyirdi, neither of my friends deyirdi. Elədirmi?
None of my friends-də dostlarımın heç biri, burada dost sayı 3 və daha artıqdan danışır. Neither of my friends-də isə dost sayı 2 dənədir burada. Dostlarımdan heç biri, burada 2 dostumdan heç biridir də. Is at school. Xəbər necə yazmışam? Is. Bu ofisin başınızı qarışdırmasın. Və dostumdan heç biri deyirsiniz, dostlarımdan heç biri deyirsiniz. Dostlarımdan heç biri deyirsiniz də. Məcbursunuz ki, ofdan sonra cəm isim yazmağa. Onsuz da testlərdə siz ofdan sonra tək isim görməzsiniz. Həmişə cəm görərsiniz. Amma xəbəri nə müəyyənləşdirdi burada? Neither müəyyənləşdirdi. Aydındır mı? Demək, qaydırıq neitherə. İsim nədir? İsimsiz. Həm isimlə, həm isimsiz. Yəni, tək də gələ bilər. Neither tək də ola bilər. No, boş no var deyə, o sadəcə hökmən isimlə gəlməli idi. Amma qanunlara isimsiz də ola bilər. Təkdir, cəmdir. Tək. Hansı isimlərlə işlənir? Sayılan tək isimlərlə işlənə bilər. Neither ofla işlənə bilərmi? Bəli. Ofla işlənsə xəbər necə olmalıdır? Təkdə olmalı. Xəbər təkdə ol. İsim cəmdir, xəbərdən danışırıq biz. Ofdan sonra isim həmişə cəm olacaq, fərqi olmayacaq əvəzliyin. Ofdan sonra həmişə cəm olacaq. Prosta ofun xəbəri təkdə və cəmdə olmasını bu müəyyənləşdirir. Neither xəbəri təkdə tələb edir. Aydındır mı? Hə? Demək, bunu da öyrəndik. Sonra 3 dənə teorema var. Hansılardır onlar? Gəl onları yazaq. Kim başa düşmürsə bilsin, təzdən izləyəliyim həmin adama. Teoremalar hansılardır? Tabi, üçüncü yazır mı? No one, heç kim. Nobody, bu da heç kimdir. Və nothing. Baxın. Bundan sonra teoremalar keçərəm mən sizə. Nobody, no one, nothing. Anybody, anyone, anything. Somebody, someone, something. Everybody, everyone, everything. Mürəkkəb əvəzliklərdir bunlar. Teoremalar haqqında sənindir, yoxsa buradaydı? Buradaydı. Teoremalar haqqında bir dənə qayda deyim sizə. Teoremalar nələrdir? Teoremalar hansılardır? Mürəkkəb əvəzliklərdir. Mürəkkəb əvəzlik nədir? 2 dənə söz, demək 2 söz birləşməsindən yaranmışdır. Aydındır mı? Teoremalar haqqında bütün teoremalar nə qədər keçərsə bundan sonra bir dənə şey soruşuram siz deyərək, həmişə deyərik. Bu teoremalar haqqında ümumiyyətlə bunlar isimlə işlənməzlər, qətiyyən və əsla. Teoremanın yanında isim görə bilməzsiniz. Teoremalar ofla da işlənməzdir. Aydındır mı? Teorema isimlə yanaşı olmaz. Teorema ofla. Teoremalar nələrdir? One, body və singdən bitənlər. Aydındır mı? Teorema nələrdir? One, body və singdən bitənlər. Teoremalar isimlə də olmayacaq heç vaxt. Mümkün deyil ha, isimlə yaza bilmək. Ofla da olmayacaq. Və teoremalar ancaq təkdədirlər və tək xəbərlə işlənə bilərlər. Aydındır mı? Heç kim və heç nə mənaları belədir bunların. İsimsizdirlər, ofsuzdurlar və ancaq tək xəbərlə işlənə bilirlər. Aydındır mı? Hə? Nothing is important. Nothing is important. Belə bitirirəm. Nothing nədir? Heç nə. Xəbər necə yazmışam? Tək yazmışam, cəm yazmışam. Təkdə yazmışam da. Nothing is important. Heç nə vacib deyil. Başa düşdünüzmü? Bura qədərdindir mə? Qutardı. Dərs qutardır. Bir dənə bir şey var. Kitabda yazdığı üçün izah edirəm. No haqqında da dedik uşaqlar. No bütün isimlərlə işlənə bilər. Həmişə isimlə işlənməlidir. Amma nodan sonra artikellar gələ bilməz, z gələ bilməz, nə bilim, eyni gələ bilməz. Not, no ilə eyni mənanı verə bilir. Not deyil var, she is not deyirdi ki, məsələn. Notda məsələn, bax, eyni cümləni 2 dəfə yazıram. Deyirəm, there is və there is no, there is not. İkisi də yoxdur deməkdir. There is no da yoxdur deməkdir. There is var demək deyildi. Keçməmişəm sizə there is, hə? Şeydə keçmişdi ki, mətnlər oxuyanda var idi, there is var, elə deyil. There is no yoxdur, there is not da yoxdur deməkdir. Amma fərqləri nə deməkdir? There is no-dan sonra yazdığım cümlədə mən heç bir şey yazmıram ismin qabağında. There is no pen. Məsələn, on the table. Aydındır mı? Yəni, no-nu yazdığım yerdə mən ismin qarşısında heç bir şey yazmıram. Amma notu yazdıqda məcburam yazmağa. Yaza bilərəm, there is not a pen on the table. There is not, burada is olmasın, məsələn, are da ola bilərdi. Are yazaq bunu. Məsələn, yaza bilərdim, any pens ola bilərdi. Yəni, nə olur olsun, aydındır mı? Yəni, notdan sonra nə gələr? Notdan sonra eyan gələr. Lazım olarsa eni gələr. Nə bilim, başqa təyin edicilər gələ bilər. Aydındır mı? Amma boş isim gəlməz notdan sonra. Aydındır mı? Notla nonun fərqi nədir?
Notdan sonra ismin qabağında təyin edici olur, nodan sonra heç nə olmur. Sadəcə ismin üzü olur. Aydındır mı? Hə? Yəni burada mən niyə pozdum? Çünki bunu ar elədim. Amma ar olmasaydı, iz olsaydı, notdan sonra belə yazaq. Gəlin belə deyək, çox qarışdırmayaq. Is not any pen, a pen. Baxın, no olanda boş pen yazılırıq. Məsələn, not olanda a pen yazırıq. Məsələn, fərqlərdən biri budur. Aydındır mı? No olanda eni yazmırıq cəmdə, amma notda isə eni yazmalıyıq, məcburuq ona. Bu da həmin qaydadır. Yaxşı.